Salam. Biz bugün 2-ci sinif Azərbaycan dili 2-ci hissə dərsindən səhifə 42, 43 və 44-dəki tapşırıqları həll edəcəyik. Gəlin başlayaq. Tapşırıqlarımızı keçməmişdən öncə kanalımıza abunə olmağı və bəyənməyi unutmayın. Siz daha çox abunə olduq və bəyəndikcə yeni videolarımızdan yararlana bilərsiniz. Çalışma C. Jest və mimikalardan istifadə etməklə komandirin otağında baş verənləri səhnələşdirin. Çalışma C. Mən əskərlərə qalx əmrini vermişdim. Hər kəs sırada dayandı. Eyvaz isə axırda gəldi. Mən göstəriş verib otağıma getdim. Mən Eyvazı otağıma çağırıb gecikməyinin səbəbini soruşdum. Eyvaz otağa daxil olanda onun paltarlarının yaş olduğunu gördüm. Mən çox narahat oldum. Eyvazdan soruşanda xəbərinin olmadığını dedi. Mən əsəbləşdim. Elə bu vaxt Bəşir içəri daxil oldu. Üzündən hiss olunurdu ki, qorxub. Bəşir baş verənləri danışdı. Mən gülümsünüb Eyvazın ad gününü təbrik etdim. Uşaqlara təşəkkür etdim. Gördüyümüz kimi çalışma C bu şəkildə həll olunur. Keçək çalışma C-yə. Təşəkkürnamə nümunəsini oxuyun. Onun tərkib hissələri ilə tanış olun. Deməli, təşəkkürnamədə ilk öncə təşəkkür edilən şəxsin soyadı, adı, atasının adı yazılır. Daha sonra təşəkkürün səbəbi yazılır. Daha sonra imza və axırda tarix qeyd olunur. Çalışma D. Qruplarla iş verilmiş mövzularda təşəkkürnamə hazırlayın. Deməli, 1-ci qrup, 2-ci qrup, 3-cü qrup, 4-cü qrup. Gəlin biz ətrafın təmizlənməsində fəal iştirakına görə buna aid təşəkkürnamə hazırlayaq. İstirahət günü məktəbdə iməzlik keçirildi. Ətrafın təmizlənməsində fəal iştirakına görə məktəbin rəhbərliyi tərəfindən 2A sinif şagirdlərinə təşəkkürnamə verildi. Siz bunu sinifdə qruplarla uşaqlarla yazmış olacaqsınız. Biz isə bir-iki dənəsini nümunə göstərək. Deməli, bu 1-ci qrupa aid olan təşəkkürnamədir. Daha sonra 4-cü qrup rəsm müsabiqəsində qalib gəldiyinə görə. Mən 2A sinif şagirdi Musayev Vüsal məktəbimizdə keçirilən rəsm müsabiqəsində qalib olmuşam. Müsabiqədə qalib olmağıma səbəb müəlliməmin mənimlə müntəzəm məşğul olmasıdır. Mən müəlliməmə təşəkkürümü bildirirəm. Keçdik səhifə 43-ə. Siz qalan 2 qrupu da özünüz yazmış olarsınız. Mən nümunə olaraq sizə 2 qrupu aid təşəkkürnaməni göstərdim. Mən sülhə səs verirəm. Mətni oxuyun. Obrazların təsvir olunduğu cümlələri diqqət edin. Bəyaz və Cübbulu. Sürəyyanın 8 yaşı var idi. O sakit qız idi. Həyətdə oynayan uşaqlara qarışmazdı. Evcik qrup gəlinciyi ilə oynayır, onunla söhbət edirdi. Cübbulu nahaq vaxtıdır. Əllərini yuy, gəl otur, yeməyini ye. Sonra səsini biraz nazildib Cübbulunun da əvəzinə danışırdı. Mən hələ acmamışam. Bax, vaxtında yeməsən Cübbulu qalarsan. Bütün günü onların yanında bir ağ göyərçin də olurdu. Sürəyya onu Bəyaz çağırırdı. O eyvana qonur, saatlarla Sürəyya ilə Cübbuluya tamaşa edir. Qızcığaz da ona su dəm verirdi. Sürəyya gil Ağdamda yaşayırdı. Son günlər düşmən buranı tez-tez atəşə tuturdu. Hər dəfə atılan güllə səsindən Sürəyya bərk qorxur, tez tələsik evciyini yığışdırıb anası ilə zirzəmiyə düşürdü. Ailə bir yay gecəsi idi. Evdə hamı yatmışdı. Birdən gürültü səsi hamını oyatdı. Otağın pəncərəsini çilik-çilik oldu. Sürəyya yerindən dik atılıb anasına tərəf qaçdı. Birlikdə həyata çıxdılar. Elə bu vaxt qonşular maşını saxlayıb onları səslədi. Tez olun, maşına minin, buradan çıxmaq lazımdır. Sürəyya qayıdıb gəlinciyini götürmək istəyirdi. Macal tapmadı. Onlar Bərdədə yaşayan xalasigilə gəldilər. Hamı kimi Sürəyya da bütün günü gecəni yata bilmədi. Axı necə yataydı? O Bəyaz ilə Cübbulunu düşmənlərin əlindən qoyub gəlmişdi. Elə hey Cübbulu deyib gözünün yaşını axıdır, xalasının verdiyi gəlinciyə yaxın durmurdu. Deməli, keçdik çalışma B-yə, səhifə 44-də. Hansı fikirlər mətndə yoxdur? Ancaq ola bilər. Deməli, Sürəyya göyərçinin adını Bəyaz qoymuşdu. Bu var. İkinci, Sürəyyanın atası cəbhədə döyüşürdü. Bu mətndə yoxdur, ancaq ola bilər. Sürəyyanın gəlinciyi evdə qalmışdı. Bu mətndə var. 4-cü, Sürəyya evin tək övladı idi.
Bu da mətndə bu cümlə yoxdur, ancaq ola bilər. Deməli, çalışma B-də ikinci və dördüncü cümlələr seçmiş oluruq. Bunlar mətndə yoxdur, ancaq ola bilər. Çalışma C. Şəkil və mətnə əsasən Sürəyyanı təsvir edib yazın. 1. Obrazla ümumi tanışlıq. 2. Obrazın xarici görünüşü. 3. Xarakteri. Deməli, Sürəyya Bəyaz və Cübbulu hekayəsinin qəhrəmanıdır. Onun 8 yaşı var. Qəhvəyi saçları ona çox yaraşırdı. Çox sakit qızdır. O sevimli oyuncağı ilə oynamağı sevir. Keçid çalışma C-yə. Sürəyya gündəlik yazsa idi, həmin günlə bağlı nə yazardı? Deməli, gündəlik yazsaydı nə yazardı? Gəlin başlayaq, yazaq. 1993-cü il iyul ayının 23-ü idi. Gecə idi, mən yatmışdım. Birdən gürültü səsi gəldi. Otağın pəncərəsi çilik-çilik oldu. Yerimdən durub anama tərəf qaçdım. Birlikdə həyətə çıxdıq. Qonşu maşını saxlayıb bizi çağırdı. Bərdədə yaşayan xalamgilə getdik. Bəyaz və Cübbulu düşmənlərin əlində qalmışdı. Onların fikrindən yata bilmirdim. Deməli, çalışma C bu şəkildə həll olunur. Keçid çalışma B-yə. Səhifə 45-də. Şəkillərə əsasən səhifə 44-də. Bağışlayın. Səhifələr. Deməli, səhifə 44. Çalışma 2A mətni. Mətnin davamını oxuyun. Hadisələrin ardıcıllığına diqqət edin. İkinci hissə. Sürəyyəgilin evi tamamilə dağılmışdı. Təkcə eyvan qalmışdı. Cübbulu daşların arasında toz torpaq içində idi. Birdən hardansa bəyaz uçub gəldi. Eyvanın məhəccərinə qondu. Cübbuluya baxıb kədərlə dilləndi. Tək qalmısan Cübbulu? Hə, özüm də çox darıxıram. Mən də. Lap ürəyim partlayır. Görəsən Sürəyya qayıdıb gələr? Yox, bəyaz, bura düşmənlərlə doldur axı. Bəs onda neyləyək? Səninki qanatların var. Mən uça bilsəydim bir dəqiqədə burada qalmazdım. Düz deyirsən, mən Sürəyyanın hara getdiyini gördüm. Gəl səni də alım dimdiyimə gedək Sürəyyanın yanına. Bəyaz uçub Cübbulunun yanına qondu. Onu dimdiyinə alıb qanadlandı. Yandırılmış kəndlərin üstü ilə uçurdular. Hər tərəfdən burula-burula tüstü qalxırdı. Bəyaz boğulurdu, amma var gücünü toplayıb yoluna davam edirdi. Gecikmək olmazdı. Birazdan hava qaralacaqdı. Uzaqda Sürəyyanın getdiyi kənd görünürdü. Bugünkü tapşırığımız bu qədər. Kanalımıza abunə olmağı və bəyənməyi unutmayın. Hələlik.